Salam dostlar. Bugün mən bağçamdan çiçəklərimi, gözəlliklərimi çəkmək istəyirəm sizinlə. Paylaşmaq istəyirəm. Necəsiniz? Dostlar, bura çox qasırğa demək olar oldu. Dünən yox, sırağa gün dünən hava biraz düzəlib. Yağış çox güclü yağdı. Qasırğa şəklində külək, güclü küləklə, qasırğa ilə. Amma çox faydası oldu bitkilərimizə. Görürsünüz necə maşallah papatyalarımız açıb, sardunyalarımız hamısı tumurcuqda, güllərimiz belə tumurcuqda. Amma yenə böcəklər mənim güllərimin yarpaqlarını yeyiblər dostlar. Bu da Yasəmənimdə, amma yenə də bu ildə mən bundan gül görmədim. Bilən varsa desin dostlar, neçə ildən sonra Yasəmən ağacı çiçək açır mən bunu. 3 il dedilər, 3 ildən sonra olur, amma 3 il ekmişəm, amma çiçək görmədim. Baxın, bu da gülümün tumurcuqlarıdır. Baxın, orada da var, amma bunda yoxdur hələ. Bu gülüm ondan da böyükdür, amma bunda yoxdur hələ. İnşallah bunda da olar, yaxşı açır hələ. Bu da gülün bahar çiçəklərimdir. Bu da gülün bahar. Ay Allah, qazaniyalarım açıb. Ay Allah, nə qədər gözəl rəngləri var. Dostlar, görürsünüzmü? Yağışın suyu, Allahu Ekber, necə gözəl, bərəkətlidir. Necə xeyirlidirsə güllərə. Görürsünüzmü? Güllər necə, bax neçə gündür qönçədə bunlar açmamışdı. Amma yağış suyu dəyən kimi baxın necə gözəl inkişaf ediblər, necə gözəl kübrələniblər, yəni yağışın suyundan faydalanıblar. Çox gözəldilər, çox. İnsan baxmaqla doya bilmir. Ay Allah, nə gözəldilər, rənginə bax. Subhanallah, maşallah. Burada da sardunyalarımdır. Yeni aldığım sardunyadır bu. 2 ay olardı daha doğrusu. Bu tumurcuqları yavaş-yavaş açır. Prosta hava çox soyuq oldu deyən aça bilmədi neçə gündür. Yoxsa isti olsa çoxdan açmışdı. Bu da nanələrimdir, bu da sardunyam. Nanələr demək olar ki, baxın, sardunyamın üstünə alıb dostlar. Mən bunu nə qədər bunun yanından çıxardıb başqa yerlərə əkirəm, transfer edirəm, o bir söz var deyirlər. Bu da sardunyamda tumurcuqdadır, baxın. Demək olar sardunya budamışdım, itib, boyu da o qədər balaca oldu budadım. İtib, nanə, əlimdə gəlmir çıxardım, çox qəşəkdir. Burada da boyanan var. Burada çox idi, bu il burandan keçib, bura özün. Torpağın altı ilə bura özün verib gülün yanına. Bura çox çay postasıza tökürəm, görünür, xoşu gəlib çıxıb. Burada da qazaniyam var, amma hələ ki üstündə tumurcuq görmürəm. Yəqin inşallah bunda olar tumurcuğu. Çox gözəldir, çox bayıldım buna. Burada da belə gülüm var. Burada payız güllərimdir, hamısı çıxıblar. Burada da belə güllərdir, yabanı zəncir otu. Çox çıxmışdılar, hamısını külək döydü. Burada da kaktusdur, belə. Bilmirəm, bunun içində deyəsən çox yağdı. Çürüməsə yaxşıdır, götürə bilmədim. Hava çox soyuqdur, yağışıdır, çıxa bilmədim. Burada da belə kaktusum var, burada da. Dipçəkdə hrizanteriyalarımdır. Bunlar tumurcuğa, bu vaxt tumurcuğa durmazlar axı. Yox, yarpağıymış. Burada da lilyalarımdır. İçində gəlib, əkəndə bağçadan çıxartmışdım dipçəyə. Burada da yenə hrizanteriyalarımdır. Burada da papatyalarımın bir başqa növüdür. Görürsünüz, nə gözəldir rəngi, maşallah. Baxın, bu da dipçəkdədir, maşallah, bol tumurcuqdur üstü, tumurcuq, baxın. Üstü tumurcuqla doludur. Burada vişna ağacımdır, gilanariyəni. Bilmirəm, indi necə olacaq bu il, çünki bu çiçəkləyəndə külək dolu başladı, qasırğa başladı. Bilmirəm, yaxşı qalacaq içində yoxsa yox. Burada da dipçəkdə qazaniyam vardı, o qurudu deyəsən, bilmirəm, bunlar da nədir, buradan çıxıblar, toxumdur, nədir düşüb. Burada da belə qəşək Cəzair mənəqşəsi deyilir Türk dilində, amma bilmirəm Azərbaycanca adın. Belə gözəl. Bu da bənövşə yarpaqlarımdır. Bənövşələr təbii ki solub getdi, yarpaqları qalıb. Bu da nərgizlərimdir. Mən bu nərgizləri dostlar, baxın, bu ilbizlərdir, baxın. Bu nərgizə çox ilbiz gəlir. İlbizlərdir, baxın. İlbiz. Görürsünüz, doludur bu ilbiz bağçada. Çərkə bir yandan, ilbizi bir yandan çox yeyir güllərimi. Bu nərgizlərin bir dəfə deyirdim, vaxt olanda mən sizə bunun haqqında məlumat verim. Çox adam nərgiz açandan sonra, nərgiz çiçəyi açıb qutaran kimi bunları kökündən belə kəsib götürür.
Bu nərgizləri. Baxın dostlar, mən bunu kəsmirəm. Bunu kəsmək olmaz. Niyə kəsmək olmaz? Bəziləri mənə sual verir ki, bəs mənim nərgiz çiçəyim açmır, çiçək açmır. Boyu hündürdür, amma çiçək açmır. Neçə illik nərgizdir, niyə açmır? Səbəbi nədir? Səbəbi odur ki, dostlar, bax bu yəni başa salıram sizə bu çiçəyin xasiyyətini, yəni qulaq asın, yəni bilin, nərgizin çiçək açandan sonra bax, bu yarpaqların heç vaxtı kəsməyin. Görün, mən nərgiz neçə aydır çiçək açıb, amma indi bu necə olacaq? Düz saralana qədər üstündə özü ki saralıb, uca görəcəm ki, saraldı, qutardı, uca tamam. Onda mən onu kəsib götürəcəm, atacağım deməli. Niyə görə? Ona görə ki, bu nərgiz çiçəyi, baxın burada da var dostlar, bu da balasıdır. Bu nərgiz çiçəyi açandan sonra bunun deməli nərgizin torpağın altında soğanağı var. Ondan çiçəyə şirə verir. Çiçəyinə şirə verir, bir də yarpaqlarına şirə verir. Təbii ki, yarpaqlardan da keçir çiçəyə. O şirə deməli nərgiz bütün şirə burada olur bu. Çiçək açandan sonra bu yarpaqlarda olur. Başa düşdünüz? Bu yarpaqlarda olur. O yarpaqları da siz kəsirsiniz. Nərgizin o verdiyi şirə hamısı yarpaqla bərabər məhv olub gedir və nərgizin soğanı orada şirəsiz qalır. Ona görə də o gələn vitaminsiz qaldığına görə gələn toparlayıb, düzdür, yaşıllanır, amma çiçək aça bilmir. Başa düşdünüzmü? İndi nəyə görə bunları kəsib atmaq olmaz. Ona görə biz bunu saxlayırıq. Deməli, bu yavaş-yavaş yenidən nərgiz gülü çiçəyi açıb qutarır. Bu yavaş-yavaş bu şirəni yenidən özünə qaytarır. İndi bu saatı mən bunu soğanağı çıxarsam, soğanağın içi bomboş kimidir. Dolu deyil. Çünki bütün şirəsini verib yarpaqlarına. Baxırsınız necə də gür yarpaqları var. Bu yarpaqların qırsan şirə axır. Biz bu şirəli yarpaqları kəsməməliyik. Nə qədər ki, nərgiz yenidən toparlayıb bu yarpaqlardakı şirəsini geri qaytarır özünə. Ondan sonra biz saralır, görür ki, uca saralıb yarpaqları. Ondan sonra biz başlayırıq bu yarpaqları, sarısını kəsib götürürük. Torpağın altında təbii ki, nərgizin yumruları qalır, soğanaqları. O da yenidən inşallah gələni sağlıq olsun. Yenidən oradan başlayır cücərir və vitamin yenə verir yarpaqlarına və təbii ki, oradan da çiçəklərinə və bizə gözəl nərgiz çiçəkləri bəxş edir. Bax belə dostlar, istədim bu haqda da sizə məlumat verim ki, narahat olurlar ki, bizim çiçək niyə açmır? Bax bu səbəbdən açmır. Yaşıl şəklində nərgiz çiçəyi açan kimi çox adam onu mən videolarda da görmüşəm. Yaşıl şəklində kəsib atır. Bunu kəsməyin. Sizə nə ziyanı var? Dayda bağçanızda gözəl yaşıllıqdır. Belə qəşəng gözəl sulayırsınız, yaşıl qalır. Onsuz da bağçaya su verəndə o da su içir. Heç bir ziyanı yoxdur. Yəni dayda gözəl görsənir. Burada da tumucuqlardadır. Pul tumucuqdadır. Görürsünüz maşallah. Günlərim hava gözəl keçsə, hardasa bir həftəyə yəqin ki, tumucuqlar böyüyüb açacaqlar. Burada da baxın dostlar, böcəklər, çərkələr görürsünüzmü? Yarpaqların yerini yeyiblər. Dostlar, mən bunlarla mübarizə aparmaqdan yorulmuşam. Yəni ki, bu böcəklər məhv eləyir. Burada da maşallah baxın, mürəbbəlik qızıl gülümdür. Bu da uca tumucuqdadır. Baxın tumucuq. Bu il bunu budamadım. Hər il buduyurdum, bu il budamadım, uzanıb. Orada da gülüm bahar çiçəyimdir. Gedək o biri tərəfdə görək nə var, onu da çəkək. Doya bilmirəm dostlar, doya bilmirəm buna. Çox gözəldilər, çox. Buradan da belə aldım dostlar. Ristlərdir, bu qonşudan aldığım ristlər. Amma baxıram bunlara zambaqlar. Bunların mən qönçəsini görmürəm. Qönçəsini görə bilmirəm. Baxın dostlar, bu zəncir otunun açıb qutarandan sonra bax belə olur dostlar. Biz bunu üfürürük. Uşaq vaxtı üfürürdük daha doğrusu. Belə bunun üstü gedirdi. Üfürəndən sonra çox gözəl. Belə oynayırdıq. Bizim oyuncağımız idi demək olar ki bu. Bəlkə yenə üfürüm. Belə uşaqlığımı yad elədim. Bax belə dostlar, burada da belə gözəl bayaq göstərdiyim güllərim var. Burada da belə zambaqlarımdır, çıxıb. Burada qırmızı zambaqlarımdır, bir də sarı. Burada var. Hamısı çıxdı. Tez-tez çəkirəm. Baxın dostlar, məhv edib çərkə yarpaqlarını necə yeyib görürsünüzmü? Bunun yarpaqları şirəli olur. Çərkə böcəklər çox sevir bunun yarpaqlarını yeməyi.
Burada da dostlar zambağımdır. Bir dənə buradakılar gönçələri. Baxın, gönçələri var. Burada da yenə boyanamdır. Buranı qazacağım, burada toxum əkəcəm, görüm yaşıl varacağım. Çünki yerim yoxdur dostlar. O tərəfdə çox külək tutur. Nə əksəm, hamısını külək məhv edir. Bu da çox gözəl bir qızılgül sortudur. Boyu belə balaca olur. Budamışam, daha doğrusu çox hündür olmur. Bu budayanda çox gözəl çiçəklər açır. Bunu da belə qəşəng gönçələyib, maşallah. Zambaqlarını da açanda çəkib göstərərəm inşallah. Burada da gül xətmidir. Bu da sarı sarmaşıq gülümdür inşallah. Gönçəliyib. Bu da açılacaq, çox gözəl olur. Açanda sizə çəkib paylaşaram. Bu da kaktuslarımdır. Əjdər meyvəsi çiçəklərdədir. Belə nəsibini alıb yağışdan hamısı maşallah. Bu da həmən köməncidir, yarpaqları. Burada da belə kartof gülüm açır, gönçəliyib maşallah. Ne gözəl. Rəngi də yəsən qəşəng olacaq. Yadımdan çıxıb inarsa unutmuşam bunun rəngini. Keçən il aça bilmədi istidən. Burada da nanələrimdir. Gülün bahar çiçəklərimdir. Sonra lilyalarımdır. Hamısı çıxıblar maşallah. Burada da gül xətmidir deyəsən. Gül xətmi, hə, bunlar çıxıblar. Burada da bənövşə yarpaqlarıdır. Bax belə dostlar, bugünkü videomda bura qədər. Məni izləyən hər kəsə, yorum yazan, like atan hər bir dostlarıma təşəkkür edirəm. Sağ olun, yeni videolarda görüşərik.